Və həmçinin ikinci olaraq gətirirlər ki, Allahın bölgüsünə razı qalmaq. Allahın bölgüsünə, təqdirinə razı qalmaq. Necə ki, Peyğəmbər s.ə.v-in dualarında keçərdir ki, Əsəlükər-rida ba'dəl-qada. Qəzadan sonra, yəni təqdirdən sonra razı qalmağı səndən istəyirəm. Və həmçinin Peyğəmbər s.ə.v buyurardı ki, Varda bimə qasaməllahu ləkə təkun əğnən-nəs. Allahın sənə olan bölgüsü ilə razı qal, insanların ən zəngini olarsan. Yəni, insanlarda həsədin, paxıllığın və digər xəstəliklərin yaranmasına səbəb nədir? Allahın ona olan bölgüsü ilə, təqdiri ilə razı qalmamasıdır. Niyə filan kəsdə filan maşın var, məndə yoxdur? Filan kəsdə ev var, məndə ondan yoxdur. Yəni, Allahın bölgüsünə razı qalmadığı üçün nə yaranır insanda? Paxıllıq yaranır, həsəd yaranır, kin-küdurət yaranır və bu da elə bir xəstəlikdir ki, insanın özündən başlayıb özündə qurtarır və ona görə insan bilməlidir ki, həsəd göydə və yerdə işlənən ilk günahdır. Göydə iblis Adəm əleyhissalama həsəd aparmışdır və demişdir ki, Ənə xayrun minhu xaləqtəni min nərin xaləqtəhu min tin. Mən ondan daha xeyirliyəm, məni oddan yaratmışsan, onu isə torpaqdan, yerdə isə Adəmin övladlarından biri o birisinə həsəd aparmışdır. Və həsəd aparmaq insanın Allaha qarşı, Allahın bölgüsünə qarşı çıxmasıdır. Allaha etiraz etməsidir. Həsəd aparmaq Allaha etiraz etməsidir. Çünki Allah Teala öz təqdiri ilə kimsə kasıb, kimsə zəngin edir. Yəni, bunun özündə də hikmətlər var. Amma o insan ki, başqasına, zəngin qardaşına həsəd aparırsa, elə bil ki, Allaha demiş olur ki, yəni düz eləməyib. Mənə verməli idi, ona verib. Və həmçinin həsəd aparan insan bəzən özü də bilmədən özünə əzab istəmiş olur. Özü də bilmədən. Çünki Allah Teala imanı və faydalı elmi sevdiyi quluna verir. Mal dövləti isə sevdiyinə də verir, sevmədiyinə də verir. Və bəzən Allah Teala mal dövləti qulunun əzabını artırmaq üçün verir. Və bu insan da istəyir ki, onda olan mal dövlət ondan itərək özünə gəlsin. Və özü də bilmədən nə istəmişdir? Özünə əzab istəmişdir. Yəni, Allah Teala ona mal dövləti, ona əzab üçün vermişdir. Bu insan da istəyir ki, onda olan içsin, özünə gəlsin. Özünə artıq əzab istəmiş olur. Ona görə Peyğəmbər s.ə.v buyurur ki, Dəbbə iləykum dəul uməmi qabləkum. Sizə sizdən əvvəlkilərin xəstəliyi gəlmişdir. Hiyəl haliqa. O qırxandır. O nədir? Qırxandır. Demirəm, insanın saçını qırxır, başını qırxır. İnsanın dinini qırxır. Əl-bağdau vəl-həsəd. Nədir o? Kin-küdurət və həsəddir. Kin-küdurət və həsəd insanın dinini qırxır. Deməli, bu ay gəlməzdən əvvəl, yəni bu hazırlıqlar olmalıdır ki, insan etsin, yəni o aydan istifadə etsin. Yox, əgər qəlbi və bu cür xəstəliklərlə dolu olduğu halda, bu cür itlərlə dolu olduğu halda o aya girərsə, oradakı xeyirlərdən əldə etməyəcək. Və nə qədər ki müddət var, müəyyən günlər var, yəni bu hazırlıq, o qəlbi hazırlıq olmalıdır.